Hər vaxtınız xeyir, Sağlam Radio 93 FM dinləyiciləri. Mislenin baş sponsorluğu ilə Offside qarşıdakı bir saat ərzində efirdə olacaq. Əvvəlcə bir məlumatı diqqətinizə çatdırmaq istərdim. Bildirmək istəyərdim ki, milli çövkən oyunumuza yeni nəfəs gəlir. Ölkənin tam qanuni və güvənli idman mərc oyunları operatoru Misli Peşəkar Çövkən Liqasına dəstək olur. Eyni zamanda Azərbaycanın Peşəkar Çövkən Liqasının oyunlarına yalnız Mislazda mərc edə bilərsiniz. Beləliklə biz başladıq. Bugün fərqli bir qonağımız var. Basketbol üzrə Hakimlər Kollegiyasının sədri FIBA dərəcəli hakim Ələkbər Həsənov bugün qonağımızdır. Salam Ələkbər müəllim, xoş gəlmisiniz. Salam, xoş gördük. Təşəkkür edirəm dəvət üçün. Özünüzü necə hiss edirsiniz? Çox yaxşı, əla. Yollarda necədir vəziyyət? Yollarda bugün çox soyuqdur. Başqa bir şey deyə bilmərəm. Azərbaycan Basketbol Liqasında yarımfinal qarşılaşmaları start götürüb. Artıq ilk qarşılaşmaları izləmişik, görmüşük və bu qarşılaşmalarda nələr baş verib, nələr bugünkü verilişimizdə müzakirə edəcəyik. Əvvəlcə başlayaq turun ilk qarşılaşmasından ki, Şəki və Sabah komandaları üz-üzə gəldilər və bu qarşılaşmadan Sabah komandası 86-73 hesablı qələbə ilə ayrıldı. Görüşü necə şərh edərdiniz? Əslində gördüyünüz kimi hesab o qədər də böyük deyildi və mən düşünürəm ki, Şəki komandası çox yaxşı oynadı. Sadəcə olaraq ola bilsin son periodda o qədər də təcrübəmi çatmadı və yaxud belə lak çatmadı olaraq ki, çatsınlar Sabaha. Sabah isə təbii ki, o Azərbaycan Basketbol Liqasında lap əvvəlindən favorit kimi sayılırdı və çox təcrübəli həm oyunçular, həm məşqçi stafı çox yaxşıdılar və Şəki komandasına mən misal üçün onlara balet eləyirdim, nə mənada ki, onlar necə onlarla oynayıb, belə ürəklə oynayıblar və onları həqiqətən də təbrik eləmək istəyirəm. Çünki Şəki komandası bu il həqiqətən də belə çox böyük sürpriz bizə göstərdi ki, keçən il əgər müqayisə etsək, sonuncu yerdə olan komanda bugün artıq yarımfinaldadır və o çox böyük bir... Tarixində ilk dəfə play-offlara vəsl qazanır. Bəli, yəni bu bizim üçün çox böyük sürpriz və mən əslində buradan fürsətdən istifadə edərək bütün şəkillərə salam deyirəm və onları təbrik edirəm. Həqiqətən də çox böyük iş bacardılar və xüsusi olaraq məşqçi stafına təşəkkürünü bildirmək istəyirəm. Çox yaxşı peşəkar mütəxəssislərdir, hansı ki bu səviyyəyə Şəki komandasını çatdırıb. Azərbaycan Basketbol Liqasının yarımfinalına baxsaq, bir tərəfdə A və B qruplarının liderləri Şəki və Sabah komandaları qərarlaşıb. Digər tərəfdə isə sürpriz komanda Abşeron və Neftçi komandası. Neftçi də cari mövsüm belə deyə çempionluq üçün alışıb yanır ki, Kubokda yolu yaxşı getmədi. Baxmayaraq ki, ötən mövsümün Kubok qalibi idi. Cari mövsüm yenə də çempion olmaq istəyirlər. Azərbaycan Basketbol Liqasında yarımfinalı necə dəyərləndirərdiniz? Bu cütləri necə dəyərləndirərdiniz? Əslində çox çətindir nəsə deməyə. Çünki həqiqətən də hər 4 komanda yarımfinala layiq komandadır və hər bir oyun bizim üçün, yəni hakimlər üçün çox gərgin keçir və çox çətindir. Və ona görə də yəni biz çalışırıq ki, həmin oyunlara hazırlaşaq, bütün deməli komandaları scouting edək, oyunçuları, koç stafları falan və təbii olaraq liqada olan həmin komandaların oyunları bir də baxmaq və necə deyim, bir də baxıb oyunları daha detallı, daha düzgün qiymətləndirmək üçün bu mütləqdir. Neftçi və Abşeron komandaları dünən qarşılaşdılar bir-birləri və çox gərgin bir oyun bizi gözlədi. Oyundan sonra da açıqlamalara da fikrinizi öyrənəcəyik. Əvvəlcə oyun nəticəsi barədə deyim. Neftçi və Abşeron 97-93 hesablı Ağqaraların qələbəsi ilə yekunlaşmışdı ki, bütün 4-cü hissənin periodun sonunda hesab 86-86 ilə başa çatdı və əlavə vaxt təyin edildi və bu hissədə isə 97-93 hesabla Neftçi qalib gəldi. Bu oyuna nə deyə bilərəm? Həqiqətən də mən deyərdim ki, liqanın ən gərgin oyunu keçdi. Mən özüm hakimlik etməmişdim bu oyunu, kənardan izləyirdim və əslində bütün fokuslarım hakimlərə idi
və gördüyüm qədər həqiqətən də həm zalda, yəni həm Bakı İdman Sarayında, həm meydançada, həm masada, həm də nə bilim o komandaların skamyasında çox böyük gərginlik var idi. Necə qiymətləndirə bilərəm bu oyunu? Bu oyun birincisi çox maraqlı keçdi. İkincisi mən hakimlər tərəfindən, yəni hakimləri qiymətləndirmək üçün bir iki söz demək istəyirəm ki, pis değildi hakimlik. Lakin misal üçün biz bayaq qeyd etdiyim kimi oyundan əvvəl və oyundan sonra biz hər dəfə hakimlərlə bir toplantı keçirdirik və oyundan əvvəl oyunçular haqqında, koçlar haqqında və oyundan sonra isə bir neçə epizoddan danışırıq. Misal üçün oyunda olan epizod barədə xüsusi yəni mən bir neçə kliplər hazırlanmışam ki, dərhal isti oyundan sonra həmin o deməli hakimlik eləyən meydançada olan hakimlərə məhz göstərim və biz orada müzakirə eləyək ki, bu pozisiya nədir, bu situasiya nədir? Məsəl üçün foldu və yaxud deyil və s. Yəni bu diskussiya eləmişik və nəticədə mən onu yəni belə deyim də qənaətbəxş kimi qiymətləndirə bilərəm, amma onu da demək istəyirəm ki, bu oyunu daha yaxşı da hakimlik edə bilərdik. Yəni edə bilərlər. Oyundan sonra Abşeronun baş məşqçisi Erhan Töker açıqlamalar verdi və bildirdi ki, görüş televiziya vasitəsilə yayımlanırdı. Mənim artıq danışmağıma ehtiyac yoxdur. Hər kəs baş verənləri gördü. Bəli, mən onu da oxudum və açığı deyim, oyundan sonra biz oyunla görüşdük. Hətta onu oyun zamanı da fasilədə mən onunla bir-iki söz danışdıq. Çünki mən oradaydım və skamyasına çox yaxın idim. Əslində Erhan Töker çox yaxşı bir mütəxəssisdir, təcrübəli bir koçdur. Çox böyük hörmətim var ona həqiqətən də. Və biz arada danışırıq, hardasa görüşəndə danışırıq, müzakirə edirik və dünən mənə dediyi sözlər belə idi ki, yəni maçı yəqin görmüsünüz, orada bir periodda bir komandada 5 dənə fol var idi, o birisində isə 0. Yəni bir time içərisində bir komandada daha çox fol olması bu iki məsələyə gətirib çıxardır. Birinci məsələ, fol olmayan komanda artıq səbətin altına getmir, şutlarla hücumu təşkil edir. Bu birinci variant. İkinci variant isə digər komanda artıq müdafiədə oynamır deyə follar olmur. Yəni dünənki oyunda mənim gördüyüm kimi Abşeron çox şutlarla başlayıb və ilk 5 dəqiqə gördüyünüz kimi orada 5-0 idi. Sonra yəni ondan da çox. Yəni Abşeron başladı ancaq 3 xallıq atışlarla və 2 xallıq atışlarla oyunu başladı. Və təbii ki, ona görə də bu folların fərqlənməsi buradan irəli gəlir. Bu mənim fikrimdir, şəxsi fikrimdir. Yəni ona görə də bu da bilirsiniz, məşqçi tərəfindən də hər şey onlar eyni olduğunu istəyir ki, əgər bu tərəfdədirsə foldursa, bu tərəfdə də fol olmalıdır və onu bizdən gözləyir onu əslində və biz onu başa düşürük. Amma əgər fol olmayan yerdə hakimlər fol versə, nə baş verəcək? Yəni dəhşət olacaq. Yəni bu düzgün olmayacaq. O yüzden burada bilirsiniz, yəni medal kimidir, iki tərəflidir. Həm bu tərəfdə düzdür, bu tərəfdə amma o da düzdür. Ona görə yəni bu bilirsiniz necə, yəni televiziya vasitəsilə oyun verilməsi məncə Erhan Hoca yəqin bunu demək istəyirdi ki, baxın, yəni bu tərəfdə fol verilir, bu tərəfdə fol verilmir, amma mən oyunla əslində o qədər də razı deyiləm, çünki yenə deyirəm, bu hücumdan və müdafiədən çox şey asılıdır. Yəni hücum setləri və yaxud müdafiə zonası var, nə bilim pressing var və s. Yəni müdafiənin tipləri var, belə deyək. Ondan asılıdır. Cari mövsüm indiki halda Erhan Tökeri misal çəkə bilərik ki, hakimlikdən gileyləndi və
Mövsüm ərzində də həm yerli, həm xarici baş məşqçiləri misal çəkmək olar ki, hakimlərin çıxışlarından, performanslarından o qədər də razı deyillər. Okey, bəli, var idi belə bir çıxışlar, hətta internetdə də yazılar da var idi. Mən onu da oxudum. Mən bu suala belə cavab verə bilərəm. Okey, hakimlərin səhvləri var. Onu hamı yəni mən onu deyə bilərəm. Yəni həqiqətən də hamı deməli xəta yapır, belə deyək də, türklər demişkən. Amma o demək deyil ki, mənə bir oyun göstərin ki, hakimlər son saniyədə hər hansı bir səhv etdilər və həmin səhv hesaba təsir elədi. Göstərin mənə bu il, keçən il və ondan öncəki il mənə bir oyun göstərin. Göstərə bilirsinizsə mən böyük məmnuniyyətlə oyuna baxaram. Belə bir oyun yox idi. Amma oyun çərçivəsində, oyun içərisində təbii ki, xətalar olur. Yəni səhvsiz kim var ki? Səhvsiz heç kim yoxdur. Hamı səhv eləyir. Oyunçular səhv eləyir, hakimlər səhv eləyir, məşqçilər hətta səhv eləyir. Ona görə də yəni mən bu cür belə strikt deməyi mən yəni qarşıyam açığı. Çünki belə deyim də məndən soruşsalar ki, sən məşqçilərdən nə düşünürsən, mən də misal üçün öz sözü deyə bilərəm, amma bu mənim belə personal bir sözümdür də. Yəni bu şəxsi bir sözüm olacaq. Amma belə baxanda mən ümumi olaraq qiymət vermək istəyirəm ki, həqiqətən də bu il Azərbaycan Basketbol Liqasında həm səviyyə qalxdı, yəni bu həqiqətən də görünür. Oyunçular həm də format dəyişdi, 4-1, yəni oyunlar daha maraqlı oldu, daha güclü oyunçular gətirildi və təbii olaraq biz də ona hazır olmalıyıq və biz də öz addımlarımızı atmışıq. Bildiyiniz kimi biz play-offlara hakimləri xaricdən dəvət etmişik ki, həm rəng qatsınlar, həm bizim gənc hakimlərə bir nümunə olsunlar, onlar da baxsınlar, təcrübə alsınlar və s. Salam Radio 93 FM-dəyə Offside-ı dinləyirsiniz. Reklam və musiqi fasiləmiz olacaq. Daha sonra buradayıq Offside-da. Dalğanı dəyişməyin. Salam Radio 93 FM-də Offside-ı dinləyirsiniz. Coldplay-in ifasında Paradise, Cənnət dinlədik. Ələkbər müəllim, bizim playlistimiz barədə nə düşünürsünüz? Mənim çox xoşuma gəldi. Açığı mən bu səhərdən işə gedərkən qulaq asdım, mənə çox ləzzət elədi açığı. Elə isə qaydaq basketbola. Qaydaq basketbola. Fasilədə də bu məsələyə əslində toxunduq ki, baş məşqçilər etirazlarını bildirirlər. Etirazlarını bildirdikləri məsələlərdən biri də VAR görüntülərinə müraciət etdiyiniz zaman olur. Hazırda istifadə olunan kameralar imkan verirmi ki, tam şəkildə epizodu dəyərləndirəsiniz? Deməli, biz ona VAR deməyək məncə. Masaya yaxınlaşırıq. Çünki VAR futboldadır. Bəli. Basketbolda isə video təkrar demək olar bizim dilimizdə, ingilis dilində isə instant replay. Deməli, video təkrarda əgər oyunda, yəni TV varsa, o zaman televiziya bizə bir neçə kamera verə bilir və görüntünü də verə bilir. Əgər TV game deyilsə, o zaman bizdə bir kamera var və həmin kameradan biz sözün açığı əziyyət çəkirik. Çünki video təkrara gedərkən, yəni belə deyək də, 50-50-yədir. Yəni görüntü varsa, okey, amma görüntü yoxdursa biz gəlib misal üçün məşqçiyə deyirik ki, görüntü yoxdur, yəni biz onu görə bilmirik. Yəni sizin challenge-iniz yəni boşa getdi çünki görünüş yoxdur. Yəni qərar verə bilmirik. O yüzden ilk qərar nə verilibsə o qalmalıdır. Yəni bu qanun budur. Biz dəyişə bilmərik. Siz FIBA-dan da təyinatlar alırsınız ki, xarici qarşılaşmaları, oyunları yerli maçlarla müqayisə eləsəydiniz, onda əsas hansı fərqləri deyərdiniz? Siz təkrara görə deyirsiniz. Deməli, bəli, video təkrarda təbii ki, xaricilərdə çünki FIBA rəsmi oyunlar olduğu üçün orada bu məsələlər yəni həll olunub və orada lazımı olan yerlərdə kameraların quraşdırılması artıq təşkilatçının üstündədir. Misal üçün, əgər tutaq ki, deyirəm, oyun Yunanistanda hansısa bir Saloniki şəhərində keçirilərsə, həmin klubun işidir ki, bu kameraların yerində quraşdırılması və orada olması. Ondan əvvəl, oyundan əvvəl hakimlər həmin o video təkrarı
çek eləməlidirlər. Yəni onu yoxlamalıdırlar ki, kameralar işləyir, yəni slow motion var, hansı rakurslardır, hansı tərəflərdir və s. Son illərdə basketbolda bəzi yeni qaydalar da gəlib ki, bunlardan biri baş məşqçilərin challenge üçün müraciət etməsidir, video təkrara baxılması üçün. Azərbaycanda hazırda bu vəziyyət necədir? Elə Azərbaycanda da eyni vəziyyətdir. Çünki son deməli World Cup-dan sonra, dünya çempionatından sonra və olimpiyadadan sonra basketbol qaydalarında dəyişikliklər oldu və dəyişikliklərin biri də məhz challenge-dir, bir də video təkrardır. Deməli, hal-hazırda həm FIBA-da, həm də bizdə ondan istifadə olunur. Deməli, 13 dənə prinsip ki, həm challenge, həm də hakimlər tərəfindən video təkrarı izləyə bilərlər. Hakimlərdə xüsusi olaraq son 2 dəqiqədir, çünki son 2 dəqiqə, maçın son 2 dəqiqəsi çox önəmlidir. Hətta xaricilərdə ona money time deyirlər. Yəni həqiqətən də çox önəmlidir. Lakin məşqlərdə isə coach challenge yalnız bir neçə epizodda götürə bilərlər, yəni soruşa bilərlər hakimlərdən. Orada da bir dənə məsələ var ki, challenge götürə bilərlər. Amması var, yəni son cümlə FIBA qaydalarında elədir ki, tam sonuncu qərar baş hakimindir. Misal üçün, məşqçi challenge istəyir ki, orada misal üçün top çıxdı, bizdən çıxmadı, digər rəqib komandadan çıxdı, bəs onun baxılması istəyirəm. Əgər hakimlər arasında 50-50-yə varsa, nəsə əmin deyilsə, belədirsə, onda baş hakim qərar verib ki, challenge götürməyə doğrudur, düzgündür, gedib baxmaq olar. Amma yox, əgər bir hakim hansı ki, həmin pozisiyada onu düzgün və dəqiq görübsə və 100% əmindir ki, misal üçün top ağlardan çıxıbsa, o zaman baş hakim bu challenge-i cancel eləyə bilir. Ki, nədən? Onu da deyim. Çünki artıq bir neçə deməli məşqçi və yaxud komanda deyək və ya ölkədə deyim, bu challenge-dan istifadə edir time out kimi. Və ona görə də belə bir cümlə qoyublar FIBA ki, son qərar baş hakimindir. Yəni baş hakim cancel da elə bilər. Siz bayaqki dəqiqələrimizdə əcnəbi oyunları, xarici oyunları və yerli oyunları müqayisə elədik. Var görün video təkrarları müqayisə elədik. Bəs baş məşqçiləri müqayisə eləsəydiniz, belə deyək, təzyiq, oyunlardakı təzyiq necədir? Təzyiq deyərkən mən detal sual istəyərdim. Niyə? Çünki təzyiq nə deməkdir? Yəni məşqçilər həmişə emosional olur. Çünki xüsusi olaraq yaxşı oyunlarda, yəni eyni səviyyədə olan oyunlarda emosional olur. Bunu da anlamaq lazımdır. Çünki belə deyək də, onlar da insandır, onlar da emosiyası var və bu normaldır. Yəni mən ona çox normal baxıram. Sadəcə olaraq əgər deyirsiniz müqayisə məsuliyyət məsələsidir. Misal üçün, Almaniya ilə Serbiya oynayır. Sizcə məsuliyyət hansı tərəfdədir? Və ya Neftçi ilə Abşeron oynayır. Məsuliyyət hansı tərəfdədir? Yəni bildiniz də, yəni nə demək istəyirəm? Yəni ölkə arasında məsuliyyət tam fərqlidir. Klublar arasında məsuliyyət tam fərqlidir. Klubda, yəni klub səviyyəsində də qalır. Misal üçün, nə bilim, nəsə baş verib, səhv olub və yaxud nəsə oldu məşqçi tərəfindən. Tamam, klub rəhbərliyi məşqçi ilə olan məsələlərin həll eləyir. Amma ölkələr arasında olanda, misal üçün ölkə baş məşqçisi, ölkənin baş məşqçisində hər hansı bir problem oldu, bu böyük skandal deməyək, amma böyük bir məsələdir. Ona görə də müqayisə necə eləyək? Yəni tutaq ki, Evrokubu götürüm, Avrokuboku götürüm. Avrokubokda olan komandalar yaxşı komandalardır, çox yaxşı performans verir. Yəni ora düşmək üçün çətin söhbətdir. Bizim Sabah komandamız orada oynayırdı. Yəni həqiqətən də orada oynamaq zarafat deyil. Və sizə deyim, müqayisə etsək orada disiplin daha çoxdur. Çünki məncə məsuliyyət fərqlidir və səviyyə fərqlidir. Təbii olaraq büdcə də fərqlidir. Yəni orada məncə daha üstündür. Ona görə də orada daha disiplin fərqlidir.
Biraz hakimliyin psixologiyasına da getməyinizi istəyərdim ki, baş məşqçiləri bir kənara qoyaq. Bəzən olur ki, basketbolçular da artıq xüsusilə Azərbaycan Basketbol Liqasında tanıyırsınızsa görürsünüz ki, bu basketbolçu foul almağa daha yaxın bir basketbolçudur. Parketdə hakimlərin münasibətləri necədir basketbolçulara qarşı? Belə deyək, damarlarını tutmağa çalışırlarmı? Təbii ki, təbii ki. Hər bir oyunda belə oyunçular var. Hətta mən bayaq qeyd etdiyim ki, biz oyundan əvvəl ABL hakimləri biz oyundan danışırıq, məşqçilərdən və oyunçulardan danışırıq ki, hansı oyunçu problemlidir, hansı oyunçu fakerdir, yəni simulyasiyaya daha meyllidir, hansı oyunçu bizə problem yarada bilər, yəni sərt oynayır, yəni və s. Yəni bu barədə biz danışırdıq. Təbii ki, o artıq hamını əzbər tanıyırıq ki, kim nədir. Lakin bu bir tərəfdir. İkinci tərəfdə biz bu məlumat bizə arada mişatlıq eləyir. Deyim. Misal üçün, bir epizod var idi. Bilirdik ki, bu oyunçu simulyatordur. Yəni hər bir oyunda simulyasiya eləyir. Yavaş kontaktda, yəni çox belə cüzi kontaktda özünü yerə atır falan belə. Və təbii ona heç kim yəni artıq inanmır. Belə deyək də meydançada, yəni hakimləri deyirəm. Hakimlər ona inanmır. Foul olanda isə artıq ona inanmayanda o foulu da vermir avtomatik olaraq. Bu artıq psixoloji bir şeydir məncə. Ona görə də yenə deyirəm, biz çalışırıq oyundan əvvəl elə hazırlaşaq ki, yəni hər şey düzgün olsun, heç nə gözümüzdən yayılmasın və s. Ona görə bir çox belə önəmli bir şeydir. Ələkbər müəllim, cari mövsüm play-in və play-off qarşılaşmalarında əcnəbi hakimlər də gətirildi ki, hazırda yenə Sloveniyalı, Serb hakimlər yenidən oyunlarda da hakimlik edirlər. Buna ehtiyac var idimi? Bilirsiniz, əvvəl düşünürdüm ki, ehtiyac yoxdur. Amma sonra play-in, xüsusi olaraq play-in oyunları görüncə fikirləşdi ki, yox, məncə həm ehtiyac var idi, həm də yaxşı olardı. Həm bizim gələcəyimiz üçün, həm gənc hakimlərimiz üçün, həm də bu praktikanı biz heç vaxt istifadə etməmişik. Nədən yox? Niyə yox? Gürcüstan misal üçün onu eləyib. Gürcüstanda bir neçə il öncə final mərhələsinə xaricdən hakimləri gətirib. Orada da vəziyyət o qədər də yaxşı deyil bizimki kimi. Bizdə hakimlərimizin sayı çox azdır. ABL-də çox azdır. Yəni 9 hakim nədir ki? Azdır. 12 komanda üçün çox azdır. Ona görə də mən hesab edirəm ki, çox düzgün addımdır və bəzi necə də yaxşı deyim ki, belə heç kimin xətrini dəyməyim. Bəzi hakimlərə bir örnək kimi olsun ki, yəni kəndinə qayıt. Yəni bir dənə o şey ulduzlama. Yəni olmasa belə deyim də, olmasa bu olsun, yəni olmasın bu olsun məsələsinə. Yəni ona görə bizim bu seçimimizdir. Bəli, yəni olmasın, yəni sən işləmirsənsə biz adam gətirək işləyəcək. Ona görə əvəz olunmaz belə bir tema yoxdur. Mövsümün bəs əvvəlində elanlar edilmişdi hakimlərin cəlb edilməsi ilə bağlı. Hazırda 9 nəfər hakim var. ABL-də. ABL-də bəli, 9 nəfər hakim var. Ümumilikdə mövsümün əvvəlində nə qədər hakimlik üçün müraciət edən şəxslər olmuşdu, gedişatda necə azaldı? Okay, keçən ildən başlayacağam. 2024-cü ildə biz elan eləmişik ki, bəs yeni hakimləri cəlb edirik və 46 nəfər müraciət edib ki, bəs mən hakim olmaq istəyirəm. Müəyyən qeydiyyatdan keçirmişik və ondan sonra dərslərə başlamışıq. Digər rayonlardan olduğu üçün biz onları bir yerə toplaya bilmirdik. Biz Zoom vasitəsilə başladıq dərsləri keçirməyə və həftədə bir dəfə məhz belə canlı görüşüb meydançada məhz müxtəlif epizodları və yaxud upражнениyaları falan, yəni belə göstərirdim onlara və çox yaxşı olmuşdur əslində. Nəticədə nə deyim? Nəticədə 26 hakim Zoom-a girmişdir. Üzr istəyirəm, 26 hakim yox, 26 namizəd Zoom-a girmişdir
və nəticədə sonra yavaş-yavaş belə hər bir zoomdan sonra misal üçün 2 nəfər getdi, 3 nəfər getdi. Çünki bilirsiniz, yəni hakim işi çox çətin bir işdir. Hər adamın işi deyil. Və buna həm psixoloji, həm fiziki hazır olmalıdır. Və xüsusi olaraq birinci fiziki, sonra psixoloji. Yəni belə deyim də, fiziki forma əgər yoxdursa insanda, yəni burada çünki burada sürət var, burada qaçış var, burada yəni burada çox belə şey var, yəni divjeni var. Ona görə də bu adamlar misal üçün hansı ki fiziki forması uyğun deyilsə, onlar dərhal seçilmişdir həmin o zoomlardan. Qalan hissə isə Müraciət edən şəxslərin basketbol keçmişi var idimi? Bəzilərin var idi, bəzilərin yox idi. Hazırda davam edənlərdən eləsi varmı ki, basketbol keçmişi olmasın? Yox. Çox təəssüf, yox. Bir nəfər, belə deyək. Bir nəfər, o da uşaq liqasında hakimlik edir. Bir nəfərdir. Amma sizə yenə də deyim, yəni bu bizə göstərdi ki, bu addımlar bizə göstərdi ki, həqiqətən də basketbol oynamayan insanlardan hakim olmaq çox yaxın inanılmaza. Ki, yəni bu adam basketbola bilmirsə, o hakim ola bilməz. Bu yenə də yəni bu sözü təsdiqləyib, bu addım. Ələkbər müəllim, bəs Azərbaycan basketbolunda hakimliyin gələcəyini necə görürsüz? Biz çox yaxşı işlər görmüşük açığı. Nə mənada? Biz həmin o kurslardan sonra, deməli 6 dənə hakim biz uşaqlar liqa, yəni UQB-lə vermişik. Hal-hazırda orada hakimlik edirlər. Bundan əlavə, deməli uşaq liqasından artıq ABL-a 3 nəfəri biz qaldırdıq. Artıq ABL-a 3 nəfər hakim gəlib. Təbii ki, gənclərdir, amma yavaş-yavaş təcrübəni artacaqlar. Bundan əlavə həmin 3 nəfərdən 2 nəfəri biz bu yaxınlarda FIBA kampa göndərmişik. Buradan Azərbaycan Basketbol Federasiyasının böyük, yəni dəstək olub. Təşəkkür edirəm onlara. Və bu son deyil. Biz davam edirik. May ayından yenidən basketbolçulardan olan bir komanda yaratmışıq. O da gənc hakimlərdir, səhv eləmirəmsə 5 nəfərdir və artıq çox sürətli onlarla il ərzində sentyabra qədər işləyəcəyik mənim komanda ilə bərabər ki, sentyabra biz artıq yaxşı məhsul çıxardaq və həmin 5-6 nəfəri artıq uşaq liqasına verək ki, uşaq liqasından artıq seçim prosesi olsun ki, gələcəkdə ABL-a kim gələcək və s. Yəni bu proses məncə çox düzgündür və təbii ki, il ərzində müxtəlif seminarlar keçirilmişik, kamplar keçirilmişik. Misal üçün yerdə çox gözəl bir kamp olmuşdur Zagulbada, dəniz kənarında. Yəni 3 günlük çox əla bir kamp oldu, hansı ki gənclərə və gənc hakimlərə çox böyük bir, yəni dəstək oldu və ondan sonra onların belə deyim də hakim olmaq daha necə deyim, daha istəyirlər ki, mən daha istəyirəm ki, mən də yaxşı hakim olum, ABL hakim olum və s. Belə. Gənclərlə bəs bağlı təəssüratlarınız necədir? Gənclər deyim, gənclər çox səbirsizdirlər. Niyə? Çünki misal üçün mən hakim olanda 1994-cü ildən hakimliyə başlamışam. Orada mən çox səbirli idim. İndi də səbirliyəm, amma o vaxtı mən gənc idim, amma səbirli idim. Bilirdim ki, okey, bu dəfə alınmır, nə bilir, gələn dəfə alınacaq. Yavaş-yavaş. Hal-hazırdakı gənclər çox səbirsizdirlər. Onlar hər şeyi indi istəyirlər və bu da olmur. Niyə? Çünki hakimlik çox çətin bir şeydir. Yəni sən onu bugün başlamışsan, sabah ABL-a çıxmaq, yəni bu inanılmazdır. Yəni bu mümkün deyil. Buna təcrübə götürmək lazımdır, təcrübə yığmaq lazımdır. Nə bilim, müxtəlif videolara baxmaq lazımdır, oyunlara baxmaq lazımdır, digər hakimlərə baxmaq lazımdır və s. Yəni bu böyük işdir. Ona görə mən belə deyirəm ki, yəni bu gənclər, indiki olan gənclər səbirsizdirlər. Amma bir tərəfi də yaxşıdır, çünki belə deyim, hər şey istəyirlər, hər şeyə məlumat olmaq istəyirlər hər şeydən. Bu yaxşı tərəfdir. Pis tərəfdirsə,
hər şey istəyirlər, amma hələ ki ona hazır deyillər. Məsələ bu. Gənc hakimləri bir kənara qoyaq. Mən ümumilikdə gənclər barədə də bir sual verəcəm. Qeyd elədiniz ki, indiki gənclər hər şeyi etmək istəyirlər. Bəs nəticədə ən azından o etmək istədiklərindən ən azından birinə nail ola bilirlərmi? Çox nadir hallarda mən belə deyim. Çünki yenə deyirəm də bu biz tərəf, yəni bu hakimlik çox çətindir. Yəni buna sırf gəldim, öyrəndim, elədim, yoxdur belə bir şey. Masa hakimi ola bilərsən. Misal üçün masa hakimlikdə vaxt daha tez, yəni yaxşı masa hakimi ola bilərsən. Çünki orada o qədər də fiziki bir iş yoxdur. Sadəcə biraz düşüncə, biraz yazmaq, biraz knopkaya basmaq və qaydaları bilmək əsasdır. Amma meydança hakimlərdə o qədər şey var ki, orada hamısını bir yerdə gətirmək vaxt lazımdır. Sağlam Radio 93 FM-də Ofsayd qaldığı yerdən davam edir. Ələkbər müəllim, sizin çox uzun müddətli, bir 30 ilə yaxın olan bir hakimlik karyeranız var. Karyeranızla bağlı növbəti, belə deyək, dayanacağınız, hədəfləriniz, planlarınız nədir? Deməli, 1995-ci ildən başlayaraq bu işdəyəm. Müxtəlif seminarları keçmişdim falan və 2005-ci ildə ilk olaraq FIBA-nın seminarında iştirak eləmişəm. Uğursuz idi. Amma ona baxmayaraq sınmadım. Dedim, yox, mən onu eləyəcəm və 2 il daha çox təcrübə yığıb 2008-ci ildə kampa gedib 2009-cu ildə Antalya şəhərində uğurlu bir seminar keçdim və FIBA dərəcəli, yəni lisenziyanı aldım və o zaman 2 illik seminar idi. Yəni bir il birinci hissədir, ikinci il də 2010-cu ildə ikinci hissədir. Artıq bizi göndəriblər Almaniya Mannheim şəhərində. Orada qeyri-rəsmi World Cup olmuşdur. Yəni orada Avstraliyadan, United States, belə bir ölkə, Yaponiya falan, yəni belə bir ölkələrdən komandalar var idi və biz onları hakimlik eləyirdik. Yəni ondan sonra da təbii olaraq rəsmi olaraq mən FIBA-dan həmin o lisenziyanı aldım 2010-cu ildən və bu günə qədər aktiv FIBA hakimiyəm. Gələcək üçün artıq mən o barədə düşünmüşdüm. Keçən ildən başlayaraq mən artıq FIBA Flip proqramında iştirak etmişəm və uğurlu onu bütün imtahanları keçib artıq mən həm milli təlimatçısıyam, həm FIBA dərəcəli instruktor olacağam bu karyeranı bitərəndən sonra. O da 2 ildən sonra olacaq. Çünki bildiyiniz kimi hakimin karyerası 50 yaşına qədərdir. Yəni növbəti dayanacaq FIBA instruktor və artıq hakimlərin üstündə olacağam və hər oyunu yəni qiymətləndirəcəm və digər hakimlərə kömək eləməyə çalışacağam. Hazır keçmişi vərəqləyirik. Deyirəm siz keçmişə yenidən dalasınız və karyeranızda hakimlik etdiyiniz ən çətin, ən unudulmaz qarşılaşmalar hansı olub, onları xatırladasınız? Təbii ki, mən onu heç vaxt unutmaram. Karyeramda ən birinci oyunu heç vaxt unutmaram. Ondan danışacağam. Sonra bir dənə də oyun var, ondan da danışacağam qısa olaraq. Deməli, təsəvvür edin ki, 2010-cu ildə həmin o lisenziya alandan sonra dərhal 2 həftə sonra mən artıq sevinmişdim ki, lisenziya aldım ilk Azərbaycanda falan və 2 həftədən sonra bir təyinat gəldi ki, Qaradağ, yəni Montenegro Türkiyə ilə qarşılaşır millilər. Mən şok oldum ki, axı bu mənim ilk oyundur, necə olacaq? Və təsəvvür edin ki, mən bu oyun Türkiyənin Konya şəhərində idi. Bəlkə o mənə kömək elədi ki, indi Türkiyədədir, hardasa bizə yaxın bir millətdir, qardaş millətdir falan. Biraz belə deyim də, biraz konforlu olmuşdum, amma ona baxmayaraq meydançada çıxanda mən həqiqətən də özümü itirmişdim və oyunun baş hakimi idiniz? Yox, baş hakimi, mən gənc hakim idim. Yox, orada oyunun baş hakimi
Xorvatiyalı idi. İkinci hakim Sloveniyadan ya da Slovakiyadan idi. Mən də üçüncü idim. Çox gənc idim. Mənim cəmi 30 neçə yaşım, 31 yaşım var idi, nəsə belə bir şey. Çox gərgin idi. Mənim üçün çox gərgin idi. Oyun da çox gərgin keçdi. 2 xalla bitirdi. Türkiyə qazandı. Oyundan sonra yəni orada oturanlar, siz bilirsiniz yəqin Türkiyədə maçlarda zal həmişə dolu olub. Həmişə dolu olur. Özdə fanatlar da dəhşətdilər. Yəni dayanmaq yoxdur. Bütün oyun zamanı qışqırırlar. Həmin o pressingi mən hardan görmüşəm? İndi o pressing içərisindəyəm. Təbii ki, yəni o qədər tərəmişəm. Yəni nəysə, yəni oyundan sonra dedim ki, bu oyundan sonra artıq mənim üçün heç bir oyun problem olmayacaq. Yəni o dərəcədə təcrübə almışam. Sağ olsunlar. Baş hakim, bir də yardımcı hakim mənə çox kömək elədilər. Çox sağ olsunlar. Bu birinci oyun idi. Mən onu heç vaxt unutmaram və artıq karyeranın belə deyim, pik səviyyəsində mənə bir quarter final verdilər Avropa çempionatında. A diviziyasının Fransa Serbiya ilə qarşılaşır və səhv eləmirəmsə 79-80 hesabında 1.4 saniyə oyunun sonuna qədər deməli Serbiya qabaqda idi və mən Serbiya oyunçuya foul verirəm. O saniyədə bütün karyeram, bütün ölkəm, bütün dostlar qabağıma gəldi. Nə bilim, müəllimlər falan. Yəni o dərəcədə mən çox həyəcanlı idim, amma göstərmirdim onu. Artıq təcrübə var deyə içim yanır, o heç. Amma onu göstərmədim və oyun bitdi. Ən böyük sualım var idi ki, qərar düzgündür yoxsa yox. Qərar düzgündür yoxsa yox. Çünki orada çox böyük bir rezonans verdi həmin fit. Arenadan sağ çıxmaq var o serblərin arasında. Yəni mən artıq onu düşünmürdim. Mən birincini düşünürdüm ki, əgər düz deyilsə sabah məni Bakıya göndərəcəklər 100%. Onu düşünürdüm. Mən federasiyaya nə deyəcəm, necə baxacağam, gözlərinə necə baxacağam, dostların gözlərinə necə baxacağam. Yəni necə amma mən bu qərarı verəndə mən çox əminliklə vermişdim. Çünki mən bilirdim ki, bu düzgündür, bu doğrudur. Amma yəni reaksiyanı görəndən sonra artıq təbii ki, adam şübhələnər ki, bəlkə səhv elədin. Və elə oldu ki, oyunun instruktoru var idi, video izləyici, yəni video müşahidəçi. Oyundan sonra gəldi, dedi ki, mən bugün sizinlə danışmayacağam. Sabah day off-dur, yəni sərbəst gündür. Bir gündən sonra danışacağıq. Onu mənə demək olardı. Mən inanırsınız 2 gün yatmamışam ki, görəsən mən düz qərar verdimmi, yoxsa yox. Çünki təsəvvür edin, uduzan komanda ümumiyyətlə final seriyasından çıxır. Udan komanda isə birbaşa yarım finala gedir. Yəni çox çətin bir qərar idi və 2 gündən sonra 2 sutka yatmamışam. 2 gündən sonra məhz səhər görüşdə bütün hakimləri yığıblar orada. FIBA nümayəndəsi gəldi və dedi ki, dünən yox, sıra gün olan oyunda deməli verilən qərar tamamilə düzgündür və Fransa Federasiyasından FIBA-ya bir məktub, təşəkkür məktubu gəlib ki, təşəkkür edirəm hakimlərə görə. Belə bir təşəkkür məktub gəlib və ondan sonra mən biraz özümə gəldim ki, şükür Allaha, yəni şey oldu, düzgün çıxdı və ondan sonra dedilər ki, bu turnirdə dedilər ki, bu ən belə deyim də, turnir fitidir. Elə turnir fiti kimi elə yəni belə. Çox sağ olun Ələkbər müəllim. Mən çox istəyərdim ki, bizə ayrılan vaxt daha çox olsun və söhbətimizə davam edək, amma bizə ayrılan vaxt başa çatır. Təşəkkürlər bugün gəldiyiniz üçün. Siz çox sağ olun. Sizə uğurlar. İnşallah görüşəcəyik gələn dəfə. Bir saat ərzində Ofsaydı dinlədiniz. Sizinlə sabaha qədər sağollaşıram. Sabah Sağlam Radio 93 FM-də Ofsaydı düşməyi unutmayın. Hələlik.